Yandı canım başım, ölsün canım. Evdə qan izləri, bağlı qapı və bir meyit. Son zamanlar cinayət hadisələrinin epicentrinə çevrilmiş Saraslı kəndində daha bir olay baş verib. 71 yaşlı qadın evində ölü vəziyyətdə tapılıb. Oğurluq, hücum, hətta qətil. Sakinlərin gecə-gündüz qorxu içində yaşadığı kənddə daha bir sarsıdıcı hadisə baş verib. 6 aprel tarixində 71 yaşlı Naz xanım müəmmalı şəkildə həyatını itirib. Yaxınlarının dediyinə görə bu sadəcə bir ölüm deyil, bu amansız dəhşətli bir qətildir. Baş verən hadisə ilə bağlı onların sözlərinə görə əvvəlcə evdən oğurluq edilib, daha sonra isə yaşlı qadın soyuq silahla qəddarcasına öldürülüb. O pul neye geçirdi? O pul kağızıydı, ay size kurban. Bu kağız hiçbir şeye geçmirdi. Benim o bacımı o kağızdan ötürü öldürdü. Neyi de var idi aparıp gedib. Ay müxənnet, aparırsan aparırsan. Benim bacımın alqanı göl olub, göl qanı xırman olub. Təkcə öyün içində beləcə Nazirə can verir. O zulüm uğraş müxənnətə can verir. İndi mən sizə qurban, mənim bacımın cinayətini tapım. Mənə da bir söğlük olsun. Hadisə baş verən zaman evin qapısı bağlı olub. Qonşuların narahatlığı artdıqda qapını sındıraraq içəri giriblər və qan gölündə yatan 71 yaşlı qadını tapıblar. Sakinlər artıq şübhələndikləri şəxsin olduğunu bildirirlər. Onların sözlərinə görə həmin şəxs yerli sakin deyil. Onlar artıq polisə hər şeyi danışdıqlarını bildiriblər. Mənim qardaşımın yoldaşıdır. Mən onu hər bir vaxt yoxlayırdım. Dünən zəng elədim, bir xətt idi. Saat 5 radyalar olardı, axşam üstü. Zəng çatmadı, bir xətt idi. Sonra zəng elədim, genə zəng çatmadı. Mən də qardaşımı da götürdüm, gəldim. Suda arvad uşaq yığılır, qapıyı qırıblar, içərdə. Gördük ki, arxası üstə bunu vurublar. Baş hissəsi poldadır, qan tökülüb. Dedilər ki, heç kim əl vurmasın, ekspert gələcək, yoxlayacaq. Biz də Skoriya zəng elədik, Skoriya gəldi. Gördük ki, daha işdən keçib, ölüb. Dedi 4-5 saat bundan qabaq ölüb bu. Dedi ekspert yazsın, əl vurmayın. Ekspert də gəldi. Geri saat 2-3 arası bütün ekspertlər, sağ ol, polislər gəldilər, araşdırdılar. Şübhələnən şəxs Marnol territoriyasındandır, bizim kəndçi deyil. 71 yaşlı qadını ölü vəziyyətdə tapan yerlilər dərhal polisə məlumat verib. Gecə saatlarında əraziyə gələn hüquq mühafizə orqanlarının əməkdaşları yerindəcə istintaka başlayıb. Deməli, hadisə dünən ayın 7-sində gündüz saat 1-3 radələrində baş verib. Qadın tək olub evdə, heç kim olmuyor, tək yaşayan qadındır. Kimlər tərəfindənsə gəlib, müsadirə ediblər, nəyini alıblar, neyini də bilmirik, amma faktiki olaraq qadını öldürüblər. İndi biz də tərəfimiz budur ki, dövlətimiz, hökumətimiz ölçü götürsün, canini tapsın, onun necə lazım cəzalandırsın. Yəni, bu hadisə baş verdi, bizim də hamımız məyus olduq. Həm yaxın adamımızdır, həm qohumumuzdur, həm oğlumuzdur, qızımızdır. Bizim xahişimiz odur ki, canı tapılsın. Polis fəaliyyətində razıyıq, belə şey, yəni əlbəttə razıyıq, ancaq bir gün hələ bir şey yoxdur, rezultat yoxdur. Yəqin ki, tezini mənlə düşürəm ki, olar. Olsun və bizim elə tələbimiz
canın tapılmasıdır. Ki və onu cəzalandırmaq. Qaldı bizim kənddə oğurluq çox olur. Bəlkə də bir 50-60 şey yarılıb. Bir oğlan, gene bir lal oğlanı öldürdülər, tulladılar. İli gəlir, onu da tapılmır. Xahiş edirik ki, tezliklə onu da tapasınız, onu da bir yola gətirəsiniz. Bunlar vaxtlar evdə qorxu içində yaşayırlar. Ki, sabah gələr məni də öldürər. Vəziyyətimiz çox çətindir, xahiş edirik. Bu kəndə gəlib baxarsınız, yoxlayasınız, patrollar, məsələ üstəl cinayət yoxlasınlar ki, biz də rahat yaşayaq. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən Aktualci xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi, yəni qəsdən adam öldürmək üzrə cinayət işi açılıb, istintaq davam edir. Amma Saraçıda insanlar cavab gözləyir. Qatil haradadır?